hakimlərə qarşı edilən ən böyük haqsızlıq nədir? Təzyiq bəzi hallarda olur, həm valideynlər tərəfindən, həm məşqçilər tərəfindən. Amma əsas odur ki, burada emosiyalarına yenilməyəsən. Səhv hər kəsdə ola bilir, amma əsas odur ki, bundan nəticəni düzgün şəkildə çıxara biləsən. Hakimlik fəaliyyətinizdən sonra və qorxduğunuz, çəkindiyiniz hər hansısa bir an olubmu? Çətin döyüşlərdə, gərgin döyüşlərdə olur. Boy uzatma məşqləri həqiqətən də işə yarayırmı? Öz karyeramı daha da genişlətmək istəyirəm. Heç vaxt özünüzdən vaz keçməyin. Hər zaman xəyallarınızın ardıca gedin və kənardakı təzyiqlərə qətiyyən qulaq asın.